Özündən sonra gələn nəsillərə vətənpərvərlik, igidlik, qəhrəmanlıq amalını ərmağan eləyən Murad Telmanoğlu Mirzəyev 31 mart 1976-cı ildə Sabirabad rayonunun Muğan Gəncəli kəndində sadə bir ailədə dünyaya göz açmış. İlk təhsilini elə orada almışdı. 1990-cı illərin əvvəlində ölkədə baş verən hadisələrə Murad da biganə qala bilmədi. Vətənin ağır günündə hərbiçi olmağı özünə borc bilmişdi. Ailə bu arzunu tərəddüdlə qarşıladı. Lakin o nəyin bahasına olursa olsun hərbi təhsil almağı, yeni qurulan ordumuzda zabit olmağı, generala qədər yüksəlməyi, vətəninə, xalqına layiqincə xidmət etməyi qərarı almışdı. Onun bu iradəsi qarşısında valideynlərinin deyəcəyi söz qalmamışdı. Ad günü 31 Mart'a Azərbaycanlıların soyqırımı gününə təsadüf etdiyindən qeyd etməzdi. Ailə üzvləri, qohum qardaşları da onu hər il iyun ayının 26-sında Azərbaycan Silahlı Qüvvələri günündə təbrik eləyirdilər. Muradın əsl bayramı da elə ad günü də məhz bu tarixdə olurdu. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi məktəbə daxil olanda illərdir xəyalında qurduğu həyat başlamışdı sanki. Təhsil illəri 1-ci Qarabağ müharibəsinə təsadüf etdiyindən 1992-ci ildə vətənin müdafiəsi üçün Ağdam cəbhəsində düşmənə qarşı vuruşmaq üçün könüllü olaraq hərbi komissarlığa müraciət etmişdi. Lakin yaşının yetərli olmaması ilə əlaqədar müraciəti qəbul olunmamışdı və təhsilinə davam etməsi tövsiyə olunmuşdu. Beləcə 1994-cü ildə xüsusi liseydə yüksək dərəcə ilə hərbi təhsilini tamamlamışdı Murad Mirzəyev. 1994-cü ilin iyul ayında Türkiyə Ali Hərbi Quru Qoşunları məktəbinə daxil olmuş və 1998-ci ildə həmin məktəbi moto atıcı ixtisası üzrə birinciliyi ilə bitirmişdi. Zabit diplomunu və xatirə, qılınc və məzun üzüyünü o zaman Murada ümumilli lider Heydər Əliyev və Türkiyənin sabiq prezidenti Süleyman Demirel təqdim etmişdi. 600 nəfər yerli və əcnəbi hərbi məzun arasından Murad birinci seçilərək onur başqanı təyin olunmuşdu. 1998-ci ilin sentyabrından Eğirdir Dağ Komando məktəbində 3 aylıq kurs keçmiş. 1999-cu ilin yanvar ayından İstanbulda yerləşən Tuzla Piyada məktəbində yeni kursa göndərilmiş və həmin ilin iyul ayında kursu müvəffəqiyyətlə bitirmişdi. 1999-cu ilin iyul ayından Türkiyə Silahlı Qüvvələrinin 4-cü motoatıcı briqadasında tağım komandiri vəzifəsində xidmət etmişdi. 1999-cu ilin oktyabr ayından Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin əmrinə əsasən motoatıcı tağım komandiri, 1999-cu ilin dekabr ayından kəşfiyyat bölümündə kəşfiyyat tağım komandiri